Niyə görə? Anam yaşayır, görürəm də, nə problem var? Yəni ümumiyyətlə məcburiyyət qarşısı qalsız belə yaşamazsınız. Niyə yaşayım ki? Yaşayıram. Və necə gedir? Yola gedirsiniz yəni? Hə, çox yaxşı. Məmnunsunuz. Məmnun. Axıra qədər də yaşamaq istəyirsiniz bəs. İnşallah ki, hə. Bu yaşayar. Birinci elə sizin fikrinizi alaq. Mən yaşamaram ya. Yaşamaq istəmirəm. Amma məcbur qalsaz, yenə də yaşamazsınız. Məcbur qalsam, baxır qaynanamın necə bir xəssiyyəti var. Əgər yaxşı bir xəssiyyəti varsa, yəni yola gedə biləcəyim bir insansa qalaram. Məcbur qalsam amma. Bəs siz necə? Yəni eyni şəkildə məcbur qalsam ancaq. Ya məcbur qalacağım adamla da evlənmərəm. Yox məncə. Çünki biraz üçüncü nəfərin ilişkiyə müdaxiləsi kimi olduğundan məncə çox da yaxşı baxmıram. İndi o dövr deyil ki, hamı qoca nəsillə yola gedə bilsin. Ona görə düşünürəm ki, çətin bir ortamda olmaq rahat olsun.